Bir mənalı olaraq sünnə dini maarifin öyrənilməsində müstəsna rol oynayır. Bu rol haşiyə rol deyil, əsas rollardan biridir. Mehvar rollardan biridir ki, bu sünnənin dini maarifin öyrənilməsindəki xüsusi roludur. Bunu ilk növbədə qeyd edək. Bu məsələnin əsas tərəfi. Məsələnin ikinci tərəfi mən qeyd etmək istəyirəm ki, bununla bağlı kimlərsə əgər sünnəni müdafiə etmək istəyirsə və yaxud sünnəni inkar edirlərsə, bir neçə məsələyə diqqət etməlidirlər. İlkin növbədə sünnənin bizə gəlib çatma yolunun inkarıdır, yoxsa sünnənin hüccəttinin inkarıdır məsələ. Bu mövzunu təyin etmək lazımdır. Yəni inkar edən şəxs nəyi inkar edir? Sünnənin bizə yetişmə yolunu inkar edir, yoxsa peyğəmbər Qurandan başqa sözlər deyib deməsinə baxmayaraq o dediyi sözlərin heç bir hüccəti yoxdur. Yəni sünnə var Qurandan başqa, amma hüccəti yoxdur, bizə aidiyyatı yoxdur. Bu məsələni ayırd eləmək lazımdır. Yəni bu məsələ mühümdür. Əgər biz peyğəmbərin zamanında yaşayırıqsa, heç bir problem yoxdur. Peyğəmbərdən biz görürük ki, peyğəmbər həm Quranı bildirir, çatdırır bizə, həm də Qurandan başqa bir söz çatdırır. Əgər hər ikisini çatdırırsa, biz artıq bunu ayırd eləmək üçün ilkin növbədə Quranı bəhsə gedə bilərik. Amma məsələ bundan ibarətdir ki, biz elə bir mərhələdəyik ki, peyğəmbərə əlimiz yetişmir. Məsumlara əlimiz yetişmir. Əlimiz yetişmirsə, biz ilkin növbədə bir sözün peyğəmbər sözü və ya məsum sözü olub-olmamasını təyin etməliyik. Təyin etdikdən sonra onun hüccəti var yoxsa yox onu müəyyən etməliyik. İlkin qayda əlimizdə olan dini mətnlərin sudurudur, yəni ortaya çıxmasıdır, sudurunun isbatıdır. Həqiqətən peyğəmbər belə bir söz işlədib, yoxsa işlətməyib.